Salam. 20 variant sınağın 6-cısına baxırıq. Mövzumuz biosfer və coğrafi təbəqədir. Xəritə sxemdə rəqəmlərlə göstərilmiş ərazilərə uyğun gələn təbii zonaları müəyyən edək. Birinci rəqəmlə subtropik iqlim qurşağının Aralıq dəniz tipində codyarpaqlı meşə və kolluqlar zonası göstərilib. Yəni birinciyə C variantı. Birinciyə C variantının olmadığı bəndləri çıxırıq. 2 rəqəmi ilə Avrasiyanın şərqində dəyişkən rütubətli meşələr, yəni musson meşələr göstərilib. 2-yə D olmalıdır. 2-yə D-nin olmadığı C variantında silirik. 3 rəqəmi ilə iynəyarpaqlı tayqa meşəsi göstərilmişdir. 3-ə A-nın verilmədiyi A variantında silirik və yerdə yalnızca D variantı qalır. 4-cüyə də B, yəni Pampa zonası qeyd olunmuşdur. Eyler-Venn diaqramına uyğun bəndləri müəyyən edək. Tundra qleyli və qırmızı-sarı fərali torpaqların xüsusiyyətlərini qeyd edəcəyik. Tundra qleyli torpaq tundra təbii zonasında bataqlıq torpağıdır. Qırmızı-sarı fərali torpaqlar isə ekvatorial rütubətli meşələrdə yayılan torpaq növləridir. İfrat rütubətlənmə şəraitində yaranış şərti hər ikisinə aiddir. Deməli, 3-cüyə 1. 3-cüyə 1 şərtinin verilmədiyi variantları silirik. Əsas iqlim qurşağında formalaşır. Qırmızı-sarı fərali torpaqlar ekvatorialda, tundra qleyli isə subarktikdədir. Ekvatorial əsas iqlim qurşağı olduğuna görə ikinciyə 2-ni qeyd edirik. Əsasən ot bitkiləri altında yaranır. Qırmızı-sarı fərali torpaqlar ekvatorial rütubətli meşələrin altındadır. Tundra qleyli torpaqlar isə əsasən ot bitkiləri altındadır. Birinciyə 3-ü qeyd edirik. Birinciyə 3-ün verilmədiyi C variantında elədik. Yayıldığı ərazilərdə bataqlıqlara rast gəlinir şərti hər iki torpaq növünə aiddir. Yəni 3-cüyə 4-ü də qeyd edirik. 3-cüyə 4-ün verilmədiyi A variantında eləyək. Keçid iqlim qurşağında formalaşmışdır şərti tundra qleyli torpaqlara aiddir. Subarktikdə olduğuna görə birinciyə 5 və aqroiqlim ehtiyatları çox olan ərazidə yaranır. Bu isə temperaturun çox olduğu ekvatorial ərazilərə uyğun gələn qırmızı-sarı fərali torpaqlara aiddir. İkinciyə 6. Birinciyə 3-5, ikinciyə 2-6, üçüncüyə 1-4 şərti D variantında ödənir. Uyğunluğu müəyyən edək. Strukturlu torpaqlar, struktursuz torpaqlar. Strukturlu torpaqlara münbit torpaqlar, dənəvər torpaqlar aiddir. Buna qara torpaqları, qəhvəyi meşə torpaqlarını və qonur meşə torpaqlarını aid eləmək olar. Struktursuz torpaqlar isə münbitliyi az olan podzol torpaqlar və əsasən bataqlıqdan ibarət olan tundra qleyli torpaqlar aiddir. Cavab B variantı. İfrat rütubətlənmə şəraitində yaranan torpaqlar. Qırmızı-sarı fərali torpaqlar ekvatorial ərazidə ifrat rütubətlənmə şəraitində yaranır. Podzol torpaqlar mülayim iqlim qurşağında ifrat rütubətlənmə şəraitində yaranır və tundra qleyli torpaqlar subarktik iqlim qurşağında ifrat rütubətlənmə şəraitində yaranır. Cavab A variantı. Xəritə sxemdəki rəqəmlərə əsasən torpaq tiplərini müvafiq olaraq müəyyən edək. Birinci rəqəm subekvatorial iqlim qurşağındadır və subekvatorial iqlim qurşağının torpağı qırmızı qonurdur. Birinciyə B. İkinci rəqəm Ərəbistan yarımadasında tropik səhra zonasındadır və burada boz-bozqonur torpaqlar var. İkinciyə C. Üçüncü torpaq Şimali Amerikanın çöl zonasında yerləşir və oraya qara torpaqlar xasdır. Və dördüncü torpaq
Avropadadır və Avropanın mülayim kontinental iqlim tipində qonur meşə torpaqları yayılmışdır. Birinciyə B, ikinciyə C, üçüncüyə A, dördüncüyə D şərti C variantında ödənmişdir. Xəritə sxemində ifrat rütubətlənmə şəraitində yaranan torpaqların yayıldığı əraziləri müəyyən edək. Bunun üçün biz rütubət çatışmazlığı yaşanan Ceyrançöl zonasını, Araz boyu düzənlikləri və Naxçıvanın düzənlik ərazilərini ələyə bilərik. Böyük Qafqazın yüksək dağlığı, vulkanik yayla və Lənkəran ovalığı şərti ödəyən məntəqələrdir. 1-4-6 cavab A variantı. Yağıntıların orta illik miqdarı 600, buxarlanma qabiliyyəti isə 900 mm olan ərazi üçün səciyyəvi olan təbii zona və torpaq. Rütubətlənmə əmsalı göstərir ki, burada ifrat rütubətlənmə yaşanmır. Ona görə də ifrat rütubətlənmənin olduğu rütubətli ekvatorial meşələri, iynəyarpaqlı tayqa meşələrini ələyə bilərik. Savana və seyrək meşələr zonasında yağıntı 2000 mm-ə qədər olduğuna görə A variantında ələyə bilərik. Yarım səhra və səhra zonasında isə yağıntı 600 mm ola bilməz. Deməli C variantında ələyərik. Çöl və meşə çöllər, qara və şaballı torpaqlar bizim şərtimizi ödəyən variantdır. Böyük Qafqaz dağlarında soyuq iqlim tipi şəraitində formalaşan landşaft və torpaq tipini müvafiq olaraq müəyyən edək. Soyuq iqlim tipində subalt və alp çəmənlikləri, torpaq isə çimli və torflu dağ-çəmən torpağıdır. Cavab A variantı. Orta miqyaslı qlobusda Bakı şəhəri və ondan 180 dərəcəli azimutda yerləşən A məntəqəsi arasında məsafə 4,44 cm-dir. A məntəqəsi üçün səciyyəvi əlamətləri tapaq. Əvvəlcə A məntəqəsinin coğrafi enliyini tapaq. Orta miqyaslı qlobusun miqyasının 1/50 milyon olduğunu, yəni 500 kilometr olduğunu bilirik və xərtdəki məsafə 4,44 cm olarsa, bu 2220 kilometr deməkdir. Meridian üzərində 1 dərəcəli meridian qarşı 111 kilometr olduğunu nəzərə alsaq, bu 20 dərəcə deməkdir. Bakı şəhəri isə 40 dərəcə şimal enində olduğuna görə 40 dərəcədən 180 dərəcəli azimutla, yəni cənuba doğru 20 dərəcə hərəkət etsək, biz 20 dərəcə şimal enliyinə çatarıq. 20 dərəcə şimal enliyi isə tropik işıqlanma qurşağında, tropik iqlim qurşağında yerləşir. İndi biz tropik iqlim qurşağı üçün, həm də şimal yarımkürəsindəki tropik iqlim qurşağı üçün uyğun variantları seçəcəyik. Əkinçilik dəmiyə şəraitində aparılış şərti yanlışdır. Belə ki, həmin ərazi səhra yarımsəhra zonasıdır. Birinci şərtin verildiyi variantları silirəm. Boz torpaqlar yayılmışdır şərti doğrudur təbii ki. Zəngin bitki örtüyünə malikdir şərti yanlışdır. Humid iqlimə malikdir şərtdə yanlışdır. Belə ki, humid rütubətli deməkdir. 4-ün verildiyi variantda sildik. Tropik səhra landşaftına malikdir və günəş zenitdə oluş şərtləri doğrudur. Cavab D variantı. Cədvələ əsasən doğru sıraları müəyyən edək. 0,2 rütubətlənmə əmsalı səhra təbii zonasına və burada da bozqonur torpaqların yaranmasına səbəb ola bilər. Deməli, birinci şərt doğrudur. Birinci şərtin verilmədiyi B, C və Y variantlarını ələdik. Variantlarımızdan 3 və 4-ə baxa bilirik artıq. Üçüncü şərtdə rütubətlənmə əmsalının 1,2 verildiyi meşə zonası və ona uyğun qonur torpaq şərti doğrudur. Deməli, cavabımız 1-3-dür. A variantı. Doğru sıraları müəyyən edək. Təbii komponent və təbii komplekslərə uyğun variantları seçəcəyik. Təbii komplekslər bitkilərdən və heyvanlardan ibarət bir qrupdur və su təbii komponentdir, bir doğrudur. Meşə təbii kompleksdir, yanlışdır.
Tayqa təbii kompleksdir, doğrudur. Ağac komponentdir, yanlışdır. Suxur komponentdir, yanlışdır. Hava komponentdir, doğrudur. Yəni 1, 3, 6 cavab C variantı. Məntiqi ardıcılığı müəyyən eləyək. Torpaq şoranlaşır, qurut sularının səviyyəsi artır, kollektor drenaj sistemi yaradılır, suvarma aparılır və qurut sularının səviyyəsi aşağı düşür. Fikirlərini ardıcıl olaraq düzməliyik. Öncə suvarma aparılır. Suvarma körtəbii aparıldığı təqdirdə qurut sularının səviyyəsi artar. Qurut sularının səviyyəsi artanda torpaq şoranlaşar. Torpaq şoranlaşanda o torpağı bərpa etmək üçün kollektor drenaj sistemi yaradılar. Kollektor drenaj sistemi işə düşdükdən sonra qurut sularının səviyyəsi aşağı düşər. Yəni cavab A variantı. Coğrafi təbəqənin inkişafının müasir antropogen mərhələsi üçün səciyyəvidir. Ətraf mühitə antropogen təsirin, yəni insan təsirinin güclənməsi şərti doğrudur. Birinci şərtin verilmədiyi variantları ələyək. Endogen proseslərin fəallığının artması coğrafi təbəqənin müasir mərhələsinə aid deyil. İkinci şərt yanlışdır. Yer səthinə kosmik təsirin güclənməsi şərti yanlışdır. İstixana effektinin artması insanların təsərrüfat fəaliyyətinin nəticəsində formalaşan bir şeydir. Yəni 4-cü şərt də bizə lazımdır. A variantı və Y variantı ələnə bilər. Təbii landşaftların sahəsinin azalması təbii ki, antropogen landşaftın artmasından irəli gələ bilər. Cavab 1, 4, 5. Buz səhralarının və vahələrinin rast gəlindiyi əraziləri müvafiq olaraq müəyyən eləyək. A variantında Almaniya, Polşa ovalığında buz səhraları yoxdur. A variantı ələnər. B variantında Saxalin adası və Kamçatka yarımadasında buz səhraları yaranmaz. C variantında Falkland adalarında buz səhraları yaranmaz. D variantında Newfoundland adasında buz səhraları yaranmaz. Y variantında Baffin torpağı və Ellesmere adası hər ikisi Kanada Arktik arxipelagındadır və buz səhralar burada yaranar. Afrikanın şimalı Ərəbistan yarımadası zonalarında da səhradan qurtulan ərazilərdə vahələr yaranır. Cavab Y variantı. Sxemə əsasən uyğunluğu müəyyən eləyək. Ekvatorial iqlim qurşağında rütubətli ekvatorial meşələr formalaşır və burada qırmızı-sarı fərəli torpaqlar var. Birinci şərt doğrudur. Birinci şərtin verilmədiyi variantları silirik. Mülayim iqlim qurşağında iynəyarpaqlı tayqa meşələri mövcuddur. Ancaq burada torpaq qonur deyil, podzol olmalıydı. İkinci şərt yanlışdır. Subtropik iqlim qurşağında səhra və yarım səhralar subtropikin kontinentalında mümkündür. Ancaq burada açıq şaballı torpaqlar yayılmaz. Üçüncü şərt də yanlışdır. Subtropik iqlim qurşağında col yarpaqlı meşə və kolluqlar var. Aralıq dəniz tipində və burada qəhvəyi torpaqlar hakimdir. Dördüncü şərt də doğrudur. Subarktik zonada tundra təbii zonası var, amma orada torpaq tundra qleylidir, podzol deyil. Subekvatorial zonada savanna təbii zonası hakimdir və orada qırmızı qonur torpaqlar yayılmışdır. Cavab A variantı. Xəritə sxemdə enlik, üfüqi zonallığın aydın müşahidə edildiyi əraziləri götürək. Bunun üçün biz düzənlik əraziləri seçməliyik. Düzənlik ərazilər burada 1 rəqəmi ilə, 4 rəqəmi ilə və 5 rəqəmi ilə verilmişdir. Cavab A variantı. Adalarla bağlı uyğunluğu müəyyən eləyək. Böyük Britaniya adası mülayim dəniz iqlim tipində və qarışıq enliyarpaqlı meşələr zonasındadır. Birinciyə C. Birinciyə C-nin verilmədiyi A variantını, C variantını və Y variantını ələdik. Kalimantan adası ekvatorial rütubətli meşələr zonasındadır. İkinciyə A. İkinciyə A-nın verilmədiyi D variantında elədik. Baffin torpağı Kanada Arktik arxipelagında, tundra və meşə tundra təbii zonasında yerləşir. Üçüncüyə də B variantı.
Azərbaycanın bitki örtüyünə aid olmayan fikri müəyyən edək. Bitki örtüyü hündürlük qurşağına uyğun paylanmışdır. Şərti doğrudur. Çünki Azərbaycanda həm düzənlik, həm dağlıq ərazilər olduğuna görə hündürlük qurşaqlığı özünü göstərir. A variantını götürmürük. Düzən meşələrində qaraçöhrə və fıstıq ağacları yayılmışdır. Şərti isə yanlışdır. Belə ki, bu bitkilər dağlıq ərazilərin bitkiləridir. B variantını götürürük. Sxemi tamamlayaq. Bir rəqəmli yerinə iqlim qurşağı göstərilməlidir. Baxırıq, əgər burada qara torpaq və qarışıq meşələr varsa, bir rəqəmi mülayim iqlim qurşağını göstərə bilər. Çünki bu torpaq növü qara və qarışıq meşələr təbii zonası əsasən mülayim iqlim qurşağına uyğun gəlir. B variantında subtropik verilib, D variantında subtropik verilib, Y variantında isə tropik verilib. Qara torpağın formalaşdığı təbii zona çöl və meşə çöllərdir. Deməli, C variantında ikinci şərtə səhra, yarım səhra verildiyinə görə C variantında eləyə bilərik. Və 4 rəqəmi ilə Qazaxıstan verilib. Bəli, mülayim iqlim qurşağında çöl və meşə çöl zonasında qara torpaqlar Qazaxıstan ərazisində mövcuddur. Qarışıq meşələr isə qonur meşə torpağı ilə Polşa ərazisində var. Cavab A variantı. Verilən iqlim diaqramının aid olduğu ərazi üçün səciyyəvi əlamətlər. İqlim diaqramının şimal yarımkürəsinin subekvator iqlim qurşağına aid olduğunu görə bilirik. Belə ki, temperatur müsbət 20-30 arası, yağıntılar isə yay aylarında bol. İl boyu suvarmaya ehtiyac var şərti yanlışdır. Birinci şərtin verildiyi variantları sildik. Boz-boz qonur torpaqlar yayılmışdır şərti də tropik ərazilərə aiddir. İkinci şərtin verildiyi variantda silə bilərik. Qütb gecə gündüzlər müşahidə olunur şərti subekvatorial ərazi üçün uyğun deyil. Qütb ulduzu görünür. Bəli, şimal yarımkürəsi olduğu üçün şimal yarımkürəsinin hər yerində qütb ulduzu görünür. Aqroiqlim ehtiyatı ilə yaxşı təmin olunmuşdur şərti doğrudur. Belə ki, bu ərazilər əsasən isti ərazilərdir. Biomüxtəliflik çoxdur. Bitki və heyvan aləmi burada zəngindir. Cavab D variantı. Böyük Qafqaz dağlarının sxeminə əsasən A məntəqəsinə, A nöqtəsinə aid olan əlamətləri müəyyən edək. A nöqtəsinin 800-2000 metr hündürlüklər arasında olduğunu nəzərə alsaq, bu ərazilərin əsasən dağ-meşə landşaftına uyğun gəldiyini bilirik. Alp çəmənliklərdən yuxarıda yerləşən şərti yanlışdır. Belə ki, meşə zonası alp çəmənliklərdən aşağıdadır. Birinci şərtin verildiyi variantları elədik. Kimyəvi və üzvü aşınma şərti bitkilərin çoxluğuna görə götürülə bilər. İkinci şərt də doğrudur. Deməli, D və Y variantlarını eləmək olar. Dağ-çəmən torpaqlar üstünü təşkil edir şərti yanlışdır. Burada dağ, meşə torpaqlarıdır. Üçüncü şərtdə elədik. Səpələnən radiasiyanın payı üstündür şərti doğrudur. Əkinçilik ancaq suvarma şəraitində mümkündür şərti yanlışdır. Belə ki, burada kifayət qədər rütubət var. Dağ meşələr yayılmışdır şərti də doğrudur. Cavab A variantı. Uyğunluğu müəyyən edək. Zaqatala qoruğu Böyük Qafqazda yerləşir və soyuq iqlim tipində formalaşmışdır. Birinciyə 3B şərtinin ödəndiyi yalnızca Y variantını görürük. Bəsitçay qoruğu Kiçik Qafqazda və mülayim isti iqlim şəraitində formalaşdırılmışdır. Zəngəzur Milli Parkı Orta Araz vilayətində və Dağ-Tundra iqlimi şəraitindədir. Cavab Y variantı. Azərbaycanda boz-boz qonur bozçəmən torpaqlarının yayılmadığı düzənliklər. Bu düzənliklər yarım səhra quru çöl iqlim tipinin yayıldığı ərazilərdədir. Şirvan düzündə var, götürmürük. Qanıq Əyriçayda yoxdur, götürürük. Lənkəran ovalığında yoxdur, götürürük. Gəyən düzündə var, götürmürük. Muğan düzündə var, götürmürük. Cavab 2, 3.
Xəritə sxemə əsasən biomüxtəlifliyin zəngin olduğu ərazilər, yəni bitki və heyvanlar aləmi ilə zəngin olan əraziləri götürə bilərik. Bunun üçün qütb səhralarını və tropik səhraları eləməliyik. Ekvatoral rütubətli meşələrin olduğu 2, 5 və subekvatorial, subtropik ərazilərə uyğun olan 6 rəqəmlərini götürmək olar. Xəritə sxemi əsasən landşaft inversiyasının intrazonal və texnogen landşaftların yayıldığı əraziləri müvafiq olaraq müəyyən edək. Landşaft inversiyası dağlıq zonasındadır. 5. İntrazonal landşaft Qanıq Əyriçay şollar düzü və Lənkəran ovalığında ola bilər. Burada Qanıq Əyriçay verilib. 6. Texnogen landşaft əsasən Abşeron zonasındadır və 2. Cavab 5, 6, 2. Həm əsas, həm də keçid iqlim qurşağında yayılmış təbii zonalar. Səhra və yarım səhralar həm tropik, həm də subtropik iqlim qurşağında, hətta mülayim iqlim qurşağında da var. Deməli, birinci şərti götürərik. Rütubətli ekvatorial meşələr yalnızca ekvatorial iqlim qurşağındadır. İkinci şərt ələnər. Çolyarpaqlı həmişəyaşıl meşə və kolluqlar sadəcə subtropik iqlim qurşağının Aralıq dənizi tipindədir. Üçüncü şərt ələnər. İynəyarpaqlı tayqa meşələri yalnızca mülayim iqlim qurşağındadır. Dördüncü şərt ələnər. Dəyişkən rütubətli meşələr tropik, subtropik və subekvatorial iqlim qurşaqlarında var. Deməli, cavab 1, 5. Uyğunluğu müəyyən edək. Coğrafi təbəqənin qanuna uyğunluqları. Bütövlüyə, qida zəncirinə aid eləmək olar. 1-ə C. Ritmikliyə, şehin düşməsi gecə ilə gündüzə görə. Musson küləkləri fəsillərin bir-birini əvəzləməsinə görə aid eləyə bilərik. Zonallığa isə təbii zonaların paylanması və torpaqların coğrafi enliklər üzrə yayılmasını aid eləmək olar. Situasiya suallarına baxaq. Şimal yarımkürəsində bütün fəsillərin aydın müşahidə olunduğu A məntəqəsinin yerləşdiyi coğrafi enlikdə yay mövsümündə enən hava, qış mövsümündə isə qalxan hava axınları üstünlük təşkil edir. Bu şərtdən artıq anlaya bilərik ki, söhbət subtropik iqlim qurşağından gedir. Belə ki, buraya yay aylarında tropik hava kütlələri, qış aylarında isə mülayim hava kütlələri daxil olur. Şimal materiklərinin bu enlikdə yerləşən qərb hissəsi qışda, şərq hissəsi isə yayda rütubətli olur. Belə ki, qərb hissəsində Aralıq dənizi tipi, şərq hissəsində isə musson iqlim tipi yayılmışdır. 28-ci suala baxaq. Bu coğrafi enliyə aid iqlim qurşağını və onun daxilində formalaşan iqlim tiplərini müəyyən edək. Birinci, subtropik. İkinci, onun tərkibində Aralıq dənizi, kontinental, musson və cənub yarımkürəsində bərabər rütubətli. Tiplər yayılmışdır. 29-cu sual. Bu coğrafi enliyə aid iqlim qurşağında formalaşan təbii zonalar və torpaq tiplərini müəyyən edib yazaq. Təbii zonalar Aralıq dənizi tipində çolyarpaqlı meşələr, və bu çolyarpaqlı meşələr zonasına uyğun qəhvəyi torpaq, kontinental tipə uyğun olan səhra və yarım səhra və bu iqlim tipinə uyğun, bu təbii zonaya uyğun torpaq tipləri boz-boz qonur. Musson iqlim tipində dəyişkən rütubətli meşələr
Musson meşələri. Buraya qırmızı və sarı torpaqlar və bərabər rütubətli tipində çöl zonası, çöl zonasında da qara torpaqlar. 30-cu suala baxaq. Bu coğrafi enliyə aid iqlim qurşağında formalaşan təbii zonalarda geniş yayılan kənd təsərrüfatı sahələri müəyyən edib yazaq. Ən azı 3 nümunə. Colyarpaqlı meşə və koluqlar zonasında sitrus meyvəçiliyi, üzümçülük, kontinental tipində səhra və yarımsəhra zonasında pambıqçılıq, musson rejimdə çəltikçilik və demək olar ki, bütün tiplərində taxılçılıq və xırda buynuzlu heyvandarlıq, əsasən qoyunçuluq inkişaf etdirilə bilər.